Üzümüzdə ölümcül bir bölgə var. Bu bölgədəki sızanaqların, qara nöqtələrin sıxılması bizim beynimizdə iltihaba, beyin insultuna, daha sonra qanımızda sepsisə, meningitə və həmçinin də üz və göz ətrafı əzələlərdə iflicə səbəb ola bilər. Bugün sizi bu bölgə ilə tanış edirəm və bu dediyim problemlərin necə ortaya çıxdığını izah edirəm. Baxın, dediyim həmin o ölümcül bölgə bu nahiyədir. Deməli, bura aiddir burun, dodaq ətrafı nahiyə, burunun bu sümüyü, onun ətrafındakı burun qanadları və həmçinin də üst dodaq. Yəni bu hissəni əhatə edən nahiyə bu dediyim ölümcül üçbucağa aiddir. Bu şəkildə isə üz nahiyəmizdə və həmçinin də baş dərisində olan vena damarlarının ümumi sxemini görürsüz. Gördüyümüz kimi üzümüzün bu nahiyəsi xüsusilə çox güclü bir qanlanmaya sahibdir. Şəkildə göstərdiyim kimi insan üzündəki ölüm üçbucağı təqribən bu nahiyəni əhatə edir və bizim burada çox güclü bir qan-damar sistemimiz var. Nəyə görə? Çünki burada şəkildə göstərdiyim qan-damar sistemi venoz sistemə aiddir. Vena damarları ürəyə gələn qanı təmsil edir. Yəni ürəyə gələcək qanı vena damarlarında daşınır. Ancaq digər vena damarlarından fərqli olaraq üzün bu nahiyəsində olan vena damarlarının bir xüsusiyyəti var. Onların içində qanın geriyə axmasını əngəlləyən klapanlar yoxdur. Yəni normalda venalarda klapanlar olur və bu klapanlar sayəsində qan bir istiqamətlə axır. Geriyə axın əngəllədir. Ancaq bu hissədə geriyə axını əngəlləyəcək bir klapan yoxdur. Bu nəyə görə vacibdir? Belə ki, siz üzünüzün bu nahiyələrində hər hansı bir manipulyasiya edərsəniz, məsələn, çıxmış sızanağı sıxıram və yaxud da qara nöqtələrim var, onları sıxıram. Bunları etdikdə dərinin və qan damarının normal sabitliyini pozuruq biz. Biz normalda bunu hiss eləmirik, amma ki, təbii ki, burada bir qan damar sistemi var, kapilyarları zədələyirik. Kapilyarların zədələnməsi isə artıq damar divarının iltihabına, daha sonra isə bu nahiyədə bərpa proseslərinin yaranmasına gətirib çıxarır. Nəticədə trombosit dediyimiz tromb əmələ gətirən, yəni qanın laxtalanmasında iştirak edən hüceyrələr bura gəlir ki, bizim zədələdiyimiz xırda damar divarını bərpa eləsin. Əgər bu proses birazcıq normal, yəni daha çox trombun əmələ gəlməsi ilə, daha çox trombositlərin bölgəyə cəlb olunması ilə gedərsə və müəyyən faktorların təsiri altında burada tromb yarana bilər. Və dediyim kimi bu hissənin vena sistemində klapan olmadığı üçün yaranmış tromb geriyə doğru axa bilər. Və bu vena sistemi beynimizlə direkt olaraq əlaqəlidir. Həm beynimiz, həm də baş dərimiz, həmçinin də beynin üzərini örtən meningen dediyimiz dəri təbəqələri ilə də direkt olaraq əlaqəlidir. Və siz əgər burada zədələyirsinizsə, burada yaranmış tromb gedib beynin içərilərindəki bir damarları tuta bilər. Nəticədə qan axını pozulur. Məsələn, normalda damarda qan axırsa, siz orada bir tromb, yəni yumru bir şey damarın içində təsəvvür eləyin, o artıq damarda qan axınını pozmağa başlayır. Nəticədə o damarın əhatə elədiyi nahiyənin qan dövranı pozulur və bu beyində həmin nahiyə qanın çatmaması nəticəsində beyindəki bölgənin qanlanmamasına görə orada insult, yəni infarkt bölgəsinin yaranmasına gətirib çıxara bilər. Amma bununla bitmir. Təbii ki, tromb əmələ gəlirsə, qan axını pozulursa, həmin ətrafa, toxumanın ətrafına qan sızmağa başlayır. Qan yığılır daha doğrusu. Və bu yığılma təbii ki, beynin müxtəlif hissələrinə təzyiq göstərərək o hissənin fəaliyyətini pozur. Həmçinin də bu nahiyədə güclü qan axını olduğuna görə və qan hər iki istiqamətdə hərəkət elədiyinə görə, yəni həm ürəyə doğru, həm də beynə doğru hərəkət eləyə bildiyinə görə biz dərimizi zədələdiyimiz zaman dərinin üzərindəki olan bakteriyalar, xüsusən də Staphylococcus aureus, streptokoklar kimi bakteriyalar ki var, bunlar yenidən bu qan sisteminə daxil ola bilər. Qan sisteminə daxil olaraq gedib beyində iltihabi proses yarada bilər. Beyin absesi dediyimiz durum yaradır. Daha sonra bu tromb nəticəsində sinus cavernosus dediyimiz bir beynin damarlanma bir şəbəkəsi var, venoz sistemi var. Və bu sinus cavernosusda tromb əmələ gələrsə, nəticədə sinus cavernosusun içindən keçən sinirlər də sıxılmağa başlayır. Həmin bu sinirlərdir ki, bunlar göz əzələlərimizin funksiyasını iştirak edir. Məsələn, gözü sağa çevirdim, sola çevirdim, yaxınlaşdırdım, aşağı baxdım, yuxarı baxdım. Bu kimi
fəaliyyətləri kontrol edən sinirlər də məhz bu sinus cavernosusda yerləşir. Bu sinirlərin sinus cavernosusdakı tromb nəticəsində toxumanın funksiyasının pozulması nəticəsində zədələnməsi isə bizim gözümüzdə müxtəlif çəpliklərin və yaxud da üz nahiyəmizdə müxtəlif ifliclərin yaranmasına gətirib çıxara bilər. Təbii ki, bununla bitmir. Həmin nahiyədən beynə, qana daxil olan infeksiya gedib bədənimizdə sepsis əmələ gətirə bilər. Yəni bütün orqanlarda iltihabi və qanda gedən bakterial prosesə qarşı reaksiya yarana bilər və bunun nəticəsində də çoxlu orqan çatışmazlığı ilə nəticələnən durum hətta ölümə qədər gedib çıxa bilər. Buna görə də siz olun, məhz bu ölümcül bölgə adlandırdığımız nahiyədəki istər sızanaq olsun, istər hər hansısa bir nəsə çıxıbsa üzünüzə, onu özünüz sıxmayın. Çünki bu böyük bir risk daşıyır. Bunun əvəzindən əgər bu sizi narahat eləyirsə sızanaq, bunu həkim kontrolu altında müalicə etdirə bilərsiniz və yaxud da çox narahat edirsə maksimum steril, yəni maksimum dezinfeksiya qaydalarına əməl edərək təmizləyə bilərsiniz. Amma hər bir halda bunu ev şəraitində eləməyinizi məsləhət görmürəm və artıq əksək manipulyasiyalarda bu nahiyədə etməyinizi məsləhət görmürəm. Xüsusən də dərinin yüksək təzyiqlə sıxılması durumunda qan damarları daha çox zədələnir və qan damarlarına keçən infeksiya nəticəsində, həmçində trombun əmələ gəlməsi nəticəsində az öncə sadaladığım qorxunc proseslər baş verə bilər. Buna görə dediyim kimi ev şəraitində bu tip şeylərdən maksimum dərəcədə uzaq olmalıyıq ki, canımıza artıq zərər vurmayaq.